gəlişini, təbiətin yenilənməsini, birlik və bərəkəti simvolizə edən Novruz bayramı xalqımızın ən əziz və qədim bayramlarından biridir. Bu gözəl bayram münasibəti ilə Şəfa İstirahət Mərkəzinin müdiri Zeynəddin müəllimi səmimi qəlbdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində davamlı uğurlar arzulayırıq. Zeynəddin müəllim rəhbərlik etdiyi Şəfa İstirahət Mərkəzində öz məsuliyyətli və peşəkar fəaliyyəti ilə seçilən, kollektiv arasında hörmət qazanan nümunəvi rəhbərlərdən biridir. Onun idarəçilik bacarığı, insanlara qayğıkeş münasibəti və işinə olan yüksək məsuliyyət hissi mərkəzin fəaliyyətində özünü aydın şəkildə göstərir. Məhz bu keyfiyyətlər sayəsində Şəfa İstirahət Mərkəzi qonaqların rahat istirahəti üçün əlverişli məkanlardan birinə çevrilmişdir. Zeynəddin müəllim daim yeniliklərə açıq olan, kollektivin birliyini və səmərəli fəaliyyətini ön planda saxlayan rəhbər kimi tanınır. Onun təşəbbüsləri və gördüyü işlər sayəsində mərkəzdə xidmət səviyyəsi yüksəlir, gələn qonaqlar üçün daha rahat və xoş istirahət mühiti yaradılır. Bu isə həm müəssisənin nüfuzunun artmasına, həm də insanların məmnuniyyətinin təmin olunmasına böyük töhfə verir. Novruz bayramı həm də insanların bir araya gəldiyi, dostluq, həmrəylik dəyərlərinin daha da möhkəmləndiyi xüsusi bir bayramdır. Bu əziz günlərdə hər kəs yeni ümidlər və xoş arzularla gələcəyə baxır. Arzu edirik ki, Novruz bayramının gətirdiyi bahar təravəti, Zeynəddin müəllimin həyatına və fəaliyyətinə yeni uğurlar, ruzi bərəkət, sevinç, xoşbəxtlik bəxş etsin. Qoy qarşıdakı illər onun üçün daha böyük nailiyyətlərlə yadda qalsın. Rəhbərlik etdiyi müəssisə isə hər zaman inkişaf etsin və uğurları ilə seçilsin. Hörmətli Zeynəddin müəllim, sizi bir daha Novruz, Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir. Sizə möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Novruz bayramınız mübarək olsun.